Görün bax bu qaraçılar, bu qondarma farslar var ha, qaraçı farslar ki onlara qardaş müsəlman deyirsiniz. Gəlibdir Bakı şəhərində Şəhidlər Xiyabanı. Yəni bizə dərs olmadı. O Şəhidlər Xiyabanında keçən il yəni ərəblərlə bu qondarma farslar yəni gəlib rəqs edirdilər. Siz gördünüz ki o sinə döyənlər var ha. Ya Ali ya Hüseyninkilər. Onlara bir cavab verib ya yox. Əlbəttə yox. Bu sinə döyənlər ərəbdirlər də. Sinə döyən siz Natiqə döymür, Polad Həşimova döymür. Bizim bu uşaqlar hansı ki hər dəfə onu mən deməli istəyirəm göstərəm. Bilirsiniz bu dərs olmur da. Bu deyil, dərs olmur da. Ha görürsünüz. Onun abidəsi orada uca abidəsi olsaydı görüm hələ olar. Belənkə hərəkət eləyərdi. Mən artıq danışa bilmirəm. Düzü bilmirəm nə olacaq. Bir gün yox olacam o heç. Cəhənnəmə yox olun. Yəni belə şeyləri görəndə yaşamaq da istəmirsən. Heç kəsi görmək istəmirəm. Nə qohum, nə dost, nə tanış, nə uşaq. Ümumiyyətlə o deyil, o qocalar evində ölür ha. Xoşbəxt adamlardır. Heç kəs bilmir. Heç kəs bilmir ki, kimdir, nəçidir. Bax, mən də istəyirdim, heç kəs bilməsin. Öldüm, iyiləndim, qorxdum, hələ o hərdən bir deyil aparıb yumaqsa, sizin o lənədə gələsiniz. Bu alçaqlar belənki mollalar yusun, satqınlar. Yumaq nədir? Kişiyə deyil yumaq. Mən bilmirəm, o haqda istəmirəm danışam, başınıza dəyilsin o. Adam kişi öləndə deyər, neyiniz eləyin. Heyvanxanaya at, zibilxanaya at, neysə, iynəm. Bilməsinlər, heç sənin adı olub, anadan gəlmişək, yoxsa elə adam. Bax, mən onu deyirəm, özüm üçün deyirəm. Bu, gəlib Şəhidlər Xiyabanına şıllar atır. Stoyka verib, görürsünüz? Niyə stoyka verdi? Keçən il ona neynədiniz? O biri gəldi, oynadı, ərəblə bir yerdə. Sönürlər. Təhqir edirlər. Bilmirəm, həya abır yoxdur. Qadağa. Danışmayın onlarla. Onların imkan varsa danışmayın. Lazım deyilin düşman olmaq lazım deyil. Düşman olma, dost olma. Belənki insan, necə siz bizi nəyinlə qurdu? Bu vətəni yox. Bu çiqanlar. Ermənilərə abidə qoyur İranda. 15 dənə soyqırım abidəsi qoyub. Erməni soyqırımı. Bax bu. Bu da gedir baş əyir. Bu yetimkə. Bu. Fransanın yetimkələridir da. Bilirsiniz, Türkiyə qarşılıq. Bunlara gedib sinə döyüb baş əyirlər. Bu alçaqlar. Bu alçaqlar, yetimkələr. Siz bunlara millət deyirsiniz. Bunlara, bu Türkün düşmanına, bu Mahmud Abbas, bu bilmirsən nə millətidir. Buna müsəlman deyirlər. Alçaq müsəlman deyil. Vatikanın adamıdır. Bu alçağa bax. Gedib 10 milyon ermənilərə verir ki, ona görə deyirəm bu gəlib şıllar atırlar, qəbirlərimizin üstündə təhqir edirlər şəhidlərimizi. Bax belə adamlar kömək edirdi ermənilərə. Biz də onlara dəstək oluruq da. Erməniyə də dəstək oluruq da. Bir adam ki, bu adama bir dəfə üzünə vurmurdular ki, ay əskər olmuşsan da 1925'te gəlmişsən Türk torpağında. Adam kimi yaşayın, niyə öldürürsünüz bizi?
Bu alçağa dediniz, niye öldürürsünüz? Axı sizi gelmişsiniz Türk'ün torpağında yaşayın. Valla bu, ben gene de deyirəm, yani beləki insanlar olacaq. Bu yetimçələr da, bunların adamları gəlib bizim deməli qəbirlərin üstünə şoğa atır. Siz buna bir sual verin də, o sinə döyənlərə deyirəm, şiə deyir, şiələrin haqqı tapdalanır Azərbaycanda. Ay başım batsın, şiə tapdalanmaq nədir? Ay alçaqlar, şiə tapdalayır. Səni tapdalayan bu da şiələr Bakıda tapdalanır. Alçağın biri, şiələr hamısı bu dəqiqə hər bir o deyil, hər bir insan. Bir şiə də mənəm, amma mən özümü o dindən uzaq adamam. İndi şiə deyiblər, əsrlər boyu onunla yaşamışıq. O demək deyir ki, bir ağlımızı işlədək indi axı biz kimə xidmət edirik, kimin sözü ilə durub otururuq. Bu ərəbin qanun qaydası da axı bu şiədir, sünnidir. Bu ərəb qayda qanunları niyə bizdə yaşamalıdır? İndi yaşayır, cəhənnəmə yaşasın da, neyə yaşasınlar, sözümüz yoxdur. Amma qoyun deyir, sənin müsəlmanın alçaq, kör neynir? Səudi Ərəbistanda Quran-ı Kərimi kitabları kanalizasiyada, görmüsünüz? O Səudi Ərəbistanda bizim cəmaatı döyürlər ağacla, arvadları, qadınları, kişiləri, hacıları döyürlər. Bu nə müsəlmançılıqdır? Bunlar nə? Sinə döyürsən, kimə döyürsən? İraqda vuruşublar haqq yolunda. İki qardaş indi ərəb vuruşub. Bunu çörək üstündə dava gedir, hakimiyyət üstə dava gedir. Siz bu qaydaları niyə gətirirsiniz bizə? Qardaş, biz istəmirik, 9 yaşında uşaq alırlar, onu istəyirsən gətirəsən. 9 yaşında uşağı aparırlar, basırırlar, onu gətirmək istəyirsiniz. Bir batalyon əskər, o Qaraşev Farslar, əskərlər qız uşaqlarını bilirsiniz də neynirlər də, deyəmirəm o sözü hər dəfə. Sonra edam edirlər, onu gətirmək istəyirsiniz, o dövləti yaratmaq istəyirsiniz, alçaqlar. Türk dövlətində nə işin var, sən kimsən? Get ərəblə danış, ərəb ölkəsində sən oturdur, ərəblə əlləş, bizlə niyə əlləşirsən? Azərbaycan torpağında, Azərbaycan dövlətində nə işin var? Yalandan şiə döyürsən sinəyə. Niyə bunlara sinə döymədiniz? Qarabağ ayı gəlir, Qarabağ ayı sentyabrda, görəcəm hələ sizi. Şiələrsiniz, nəsiniz, neyinirsiniz? Alçaqlar, əl çəkin bizdən. Qoyun yaşayırıq, oturmuşuq, özünüz bilərik, siz kimsiniz, kimsiniz? Ərəbin qayda qanununu gətirmə, bizim xanımlara da pis baxmayın, alçaqlar. Bu alçaqlar bizim bu xanımlara, bilmirəm bu. Gedin o qanun qayda ilə yaşayın orada, bizlə əlləşməyin, günə də deyirəm. Bu alçağı görürsən, neçə dənə Türkün başını kəsir. Qasım Süleymani və Montedir ha, Monte Melkonyan. Bunları gətirmək istəyirsiniz. Mən yenə də deyirəm, o şiələr ki, sinə döyür, bax, bunların adamları da ha. Həmin o, sübut edeyim, şəhidlər xiyabanında kimsə istəyir o sinə döyür ha, Yavuz Yali gəlsin, qardaş. Mən sübut edeyim, onlar kimdirlər? Bax, bunlar həmin o adamlardırlar. Siz bunlara dəstək olursunuz. Bu adamlar İranda erməni ilə oturub dururlar. Erməniyə köməlilər, erməni ilə baş kəsirlər. Siz kimə sinə döyürsünüz?
Kimə sinə döyürsən, ay kişi? Şəhidlər xiyabanına ayaqların, kişisiniz, ayaqların hardan bilmirəm, gəlin ora. Gəlin, mən də sizi qarşılayacağım orada. Ayaqların gəlin orada şəhidlərin qabağında diş çökün, sinə döyün. Onda sizə cəmaat rəhmət deyər. Diz üstə çöküb o qəbirstanlıqdakı bunlar şıllaq atırlar ha. Bu şıllaq atanlar da bu gəlib rəqs edirlərsə, bunlar hamısı o sinə döyənlərin adamları da. Sinə döyən adamı sinə döyürsə, o adam gəlib şıllaq atar. O həmin ərəb gəlir ha, sən ona sinə döyürsən, gəlib şıllaq atır qəbirstanlıqda. Ona görə deyirəm sizə. Siz o sinə döyürsünüz, o ərəbə döyürsünüz, hansı ki gəlib şıllaq atırlar. İndi onların o davamçılarıdır. Hüseynlərin davamçılarıdır, həmin ərəblər davamçılarıdır, gəlib şıllaq atır. Siz sinə döyürsünüz, kimə döyürsən? Gəlin, şəhidlər xiyabanına o sinə döyənlər üzr istəyin bunlarda və sinəci döyün bunların qarşısında. Bəlkə millət sizi bağışlayar.